İşləyən vətəndaşlarımızın pensiyalarında bu il 2 dəfə artım mümkündür. Əgər pensiyaya çıxdıqdan sonra da işləməyə davam edən vətəndaşımızın 6 il iş müddəti bu il tamam olarsa, həm ilin əvvəlində 9,3%lik indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər. Deputat Vüqar Bayramovun izahını səsləndirirəm. Məsələn, bir vətəndaşımıza 2020-ci il mayın 1-i tarixində pensiya təyin edilib və o işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində 6 il işlədiyi üçün yenidən hesablanır. Fərdi hesabının sığorta hissəsində bu müddətdə 25.200 manat kapital qeydə alınıb. Bu halda həmin pensiya kapitalı, yəni 25.200 manat 72-yə bölünür və həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur. 800 manat üstəgəl 74 manat üstəgəl 350 manat bərabərdir 1224 manat. Buradakı 74 manat ilin əvvəlində o 9,3% artan hissədir. Bu bir nümunədir təbii ki. Kim ki bu ilin mayında işlədiyi müddət 6 il tamam olubsa, o öz pensiyasına uyğun bu formada hesablaya bilər.